Hörmətli izləyicilər, damda mailliyin minimum nə qədər olması barədə mən sizə əyani göstərim ki, bir iş qarşıma çıxır və orada heç də düz bu işi görməyiblər. Gördüyünüz kimi, hörmətli izləyicilər, bu dam uzunluğu hardasa 15-16 metrə bərabərdir və bura profnastir vurulmuşdur. Hündürlüyə baxın, mailliyin hündürlüyü. Sıfırdan başlayır və burada cəmi 40-45 cm maillik var. Bu düzgün deyil. Ən minimum maillik 12% olmalıdır. Yəni 1 metrəyə 12 cm. Yəni o hissə əslində 1 metr 80 cm hörülməli idi, yuxarı qalxmalı idi və o da aşağı. Oradan da maillik aşağıya verilməli idi. Burada fəsad olacaq, mən sizə deyim. Bilmirəm, görürsünüz, görmürsünüz. Orada profnastil gəlib çıxmışdır bu birisi profnastilin üstünə. Orada tikiş yeridir və bu biri profnastil isə bütövdür. Bax, həmin tikiş yerindən güclü külək əsəndə və yağış olanda o su əksinə vurulacaq içəri və bu dam həmişə damacaq. Ora nə qədər külək vurulsa da, bu hadisə 3 ildən sonra baş verəcək. 2-3 ildən sonra, 2-3 il külək oranı saxlayır. Ancaq 2-3 ildən sonra ora başlayacaq laxlamağa, tərpənməyə, günəşin şüaları altında, yağışın, qarın təsiri, küləyin təsiri altında. Və ora həmişə yaralı bir yara kimi sızıldayacaq. Həmişə külək vuracaqlar, biraz saxlayacaq, sonra yenə buraxacaq. Bu həmişə sizə problem açacaq. Belə bir iş görsəz əgər.